Da Vinci şifrəsi. Proloq. Paris. Louvre. 2146. Tanınmış kurator Jaksonyer Böyük Qaleriyanın tağlı arxasının altından yırğalına-yırğalına keçib ilk gözünə dəyən rəsmə Caravaggio'nun tablosuna tərəf getdi. İki əli ilə qızılı çərçivədən yapışıb özünə tərəf çəkdi. Şedevr divardan qopdu və 70 yaşlı qoca Sonyerin üstünə açdı. Sonyerin fikirləşdiyi kimi də oldu. Bu zala girişi bağlayan dəmir hörmə də gurultu ilə açdı. Parket döşəmə titrədi. Uzaqdan siqnalizasiyanın səsi eşidildi. Kurator zorla havanı uda-uda və hansı dünyada olduğunu götür-qoy edə-edə bir neçə saniyə hərəkətsiz uzandı. Mən hələ yaşayıram. Sonra tablonun altından çıxıb gizlənmək üçün yer axtarmağa başladı. Səs gözlənilmədən, lap yaxınlığında eşidildi. Tərpənmə. Kurator yerindəcə dondu. Sonra yavaş-yavaş dönüb baxdı. Cəmi 15 fut aralıda, dəmir hörmənin arxasında onu izləyənin qorxulu və nəhəng silueti göründü. Uca boy, enli kürək, dərsi meyit dərsi kimi tutqun, seyrək ağ saçlı. Gözlərinin ağı qızarmışdı. Zəhmli bəbəkləri isə qara-qırmızı rəngdə idi. Albinos cibindən tapanca çıxarıb, dəmir hörmənin arasından kuratoru nişan aldı. Sən qaçmamalıydın. O zəif hissi olunan aksentlə qışqırdı. İndi de, o hardadır? Axı mən dedim sizə, əvvəlki kimi əlacsızcasına dayanıb durmuş kurator, kəkəliyə-kəkəliyə mızıldandı. Nə haqqında danışdığınızı başa düşmürəm. Yalan deyirsən. Kişi tərpənmədən və qorxunc gözlərini qırpmadan ona baxırdı. Səndə və cəmiyyətinizin üzvlərində sizə aid olmayan bir şey var. Kurator diksinən kimi oldu. O, hardan bilir ki? Bugünsə bu əşya öz əsl sahiblərini tapacaq. Ona görə də yerini desən sağ qalacaqsan. Kişi indi də kuratorun düz başını nişan aldı. Yoxsa bu sirrə görə ölməyə də hazırsan? Sonyer nəfəsini çəkdi. Kişi yüngülcə başına əysə də tapancanın lüləsini ona tuşlamışdı. Sonyer əlacsız əllərini qaldırdı. Dayanın, o mızıldandı. Nə bilirəm, hamısını danışım sizə. Kurator sözlərini diqqətlə götür-qoy edib danışmağa başladı. O bu yalanı dəfələrlə məşq etmişdi və həmişə də dua edirdi ki, onu deməyə ehtiyac olmasın. O danışıb qurtardıqdan sonra onu təqib edən kişi özündən razı halda gülümsədi. Hə, bunu mənə başqaları da deyib. Başqaları? Sonyer təəccübləndi. Mən onları da axtardım. Albinos dedi. Üçünü də. Onlar da sənin indicə dediyini təsdiqlədilər. Bu ola bilməz. Axı kuratorun və onun 3 nəfər senişolunun kimliyi qədim sir kimi müqəddəs və toxunulmaz idi. Bunu onlar qoruyurdular. Amma birdən Sonyer anladı. Onun 3 senişolu da verdikləri vədə sadiq qalaraq öldürülməzdən əvvəl eyni yalan demişdilər. Bu da onların niyyətlərinin bir hissəsi idi. Kişi yenə silahını qaldırdı. Hə, sən öləndən sonra mən dünyada həqiqəti bilən tək insan olacağam. Həqiqəti. Kurator bu sözün qorxunc mənasını dərhal başa düşdü. Situasiyanın bütün dəhşəti ona aydın oldu. Əgər mən ölsəm, onda həqiqəti heç kim heç vaxt bilməyəcək. Və o, özünü mühafizə instinkti ilə qaçmağa cəhd etdi. Atəş açıldı. Kurator döşəməyə sərildi. Güllə qarnından dəymişdi. O, dəhşətli ağrıya dözərək sürünməyə çalışdı. Yavaşca başını qaldırıb, dəmir hörmənin arxasındakı qatilinə baxdı. Bu dəfə kişi onun başını nişan almışdı. Sonyer gözlərini qıydı. Qorxu və təəssüf ona əzab verirdi. Boş güllənin taqqıltısı dəhlizə yayıldı. Sonyer gözlərini açdı. Albinos təəccüblə öz silahına baxırdı. Əvvəl tapancanı təzədən doldurmaq istədi. Sonra nəsə fikirləşərək Sonyerin qarnına işarə edib dedi. Mən öz işimi gördüm. Kurator gözlərini aşağı dikib, güllənin ağ köynəyində açdığı deşiyi gördü. Sinəsindən bir neçə düyüm aşağıda yerləşən deşiyin ətrafı qırmızı qanla örtülmüşdü. Mədə, dəhşətli yanılma. Güllə ürəyi yox, qarnına dəymişdi. Kurator Əlcəzair müharibəsinin veteranı idi və əzablı ölümləri az görməmişdi. 15 dəqiqə də yaşayacaq. Sonra mədə turşusu döş qəfəsinə keçib onu yavaş-yavaş zəhərləyəcək. Bilirsiniz, müsyo, ağrı sizin xeyrinizdədir. Albinos bunu deyib getdi. Təhlikdə qalan Jaksonyer dəmir hörməyə baxdı. O tələdə idi. Qapıları hələ 20 dəqiqədən sonra açacaqdılar. Bundan sonra kim köməyə gəlsə də xeyri olmayacaq, o öləcəkdi.
Amma indi onu dəhşətə gətirən öz ölümü deyildi. Mən sirri kiməsə ötürməliyəm. Ayağa qalxmağa cəhd edə-edə qətlə yetirilmiş cəmiyyət üzvlərinin sifətini xatırladı. Nəsillərdən nəsillərə ötürülən sirri, yerinə yetirdikləri missiyanı və bu yolda canlarını fəda edən digər insanları yada saldı. Qırılmaz biliklər zənciri. İndi isə bütün ehtiyat tədbirlərinə, bütün fərdlərə baxmayaraq, o bu zəncirin yeganə halqasıdır. Bu sirri bilən tək insandır. Titrəyə-titrəyə nəhayət ki, ayağa qalxa bildi. Mən nəsə bir yol tapmalıyam. O, böyük qaleriyadan çıxa bilmirdi. Bu bilikləri ötürmək üçünsə dünyada yalnız bir insan var idi. Sonyer qaranlıq divarlara baxdı. Onlara dünyanın məşhur rəssamlarının əsərləri bəzəyirdi. Ona elə gəldi ki, bu rəsmlər köhnə dostlar kimi təbəssümlə ona baxırlar. Ağrıdan qıvrılırdı. Bütün bacarıq və gücünü işə salıb köməyə səslədi. Qarşısında duran məsələ bütün qüvvəsini bir yerə cəm etməyi tələb edirdi. Bu, onun ömründən qalan axırıncı saniyələri də əlindən alacaqdı.